Herkese salam. Hem fəsli olduğuna görə, həm də vitaminli olduğuna görə bu gün də iftara, göyərti qovurması dediyimdə mən göyərti qovurması bişirmək qərarına gəldim. Əvvəlcə həyətə düşdüm və, gicitgən yığmağa başladım. Bağımızın da ki, maşallah var, hara baxırsan gicitgəndir. Yığdım, toparladım qəşəng. Daha sonra, əvvəlcədən üstünə qaynar su töküb qoydum ki, həm əlimi yandırmasın, həm də, içində nə qurdu quşu varsa ölsün. Sonra da bir gözəl gicitgənləri yuduqdan sonra evdə olan digər göyərtilərlə bir-bir təmizləyirəm, yuyuram və doğramağa başlayıram. O, kumpir bişirdiyim videoma da 34.000 baxış gəlib. Elə xoşbəxt oldum ki, yəni baxış sayının yəni bu qədər çox olmağına. İnşallah bu videom da keşfətə düşər və, yüksək baxış sayı yığar, takipçilər gələr inşallah. Mənə dəstək olarsınız. Daha sonra soğan doğrayıram və qovururam bir gözəl. Kumpir videosunda da, qeyd eləmişəm ki, əlimdə olanlarını eləmişəm. Yenə də yorumlarda yazıblar ki, kumpirin içinə o gedir, bu gedir, o gedir, bu gedir. Amma, mən qeyd eləmişdim də orada ki, əlimdə nə varsa onunla eləyirəm. Artıq iftar yeməyim də hazır olmaq üzrədir. Üstünə yumurtanı da vururam və iftar yeməyim hazırdır. Hazırlayanlara inşallah nuş olsun. Allah bütün oruclarımızı qəbul eləsin. Sağ olun.